Beye öz değerli sözleri için teşekkürümüzü bildiririk. Sözü veririk Səbail rayonu İcra Hakimiyyətinin mavini Kəmalə xanım Haşimovaya. Hörmətli tədbir iştirakçıları, ilk növbədə bizim dəyərli qazilərimizi salamlayıram. Bizim vətən uğrunda canlarından keçən, ölkən torpağımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik. Və bu tədbir həqiqətən də çox möhtəşəm bir tədbir idi. Bugün biz artıq Şuşalı günlərimizi qeyd etməkdəyik. Mən çox sevinirəm ki, bizim fidan balalarımız artıq bizim kimi işğal tarixlərini deyil, ərazi bütövlüyümüzün, işğaldan azad olunmuş torpaqlarımızın işğaldan azad olduğu günləri artıq əzbərləyəcəklər. Və xüsusilə qeyd etmək istərdim ki, Səbail rayonu Vətən müharibəsində 16 şəhid vermişdir. Və hər bir şəhidin həm yaşadığı illərin qarşısında, həm də onların təhsil aldığı məktəblərin foyerlərində onların xatirə lövhələri həkk olunmuşdur və bunun da çox böyük bir mənası vardır. Çünki bizlər bu dünyadan köçəcəyik, amma nəsillər davamlı olaraq gələcək və o nəsillər o şəhidlərin hər dəfə xatirə lövhəsinin qarşısından keçəndə onların qarşısında, onların ruhu qarşısında baş əyəcək. Və bu torpağın, bu dövlətin var olması üçün əllərindən gələnləri əsirgəməyəcəklər. Hörmətli Nigar müəllimə, sizi yanıma dəvət etmək istəyərdim. Sizi təbrik edirəm. Şagirdlərinizi təbrik edirəm. Uğurlu bir tədbir idi və bugün mən istərdim ki, sizə Cənab Başçının fəxri fərmanını təqdim edim. 1990 ildə tam orta məktəbin ibtidai sinif müəllimi Qarbo Nigar Vaqif qızı peşə fəaliyyətində fərqləndiyinə və rayonun ictimai-siyasi həyatında fəallıq göstərdiyinə görə təltif olunur. Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov 23 dekabr 2020-ci ildə. Təşəkkür edirəm. Mən demək istəyirəm ki, bu mənim borcumdur. İlk növbədə mən öz borcumu yerinə yetirirəm. Çox sağ olun ki, varsınız, çox sağ olun ki, gəlmisiniz. Çox sağ olun, mən bilmirəm, mən necə sizə deyim, necə dərin təşəkkürümü bildirim sizə. Uşaqlar, çox sağ olun deyin. Bir yerdə, çox